2025-ci il Hyundai Elantra N-Line. 6800 dollar start qiymətindən 44.000 mil yürüyüşlə 1.6 motordur maşın. Maşının ön hissəsindədir zədə. Krloya ehtiyacı var, fara, bufer, bir də qapıda dəmir çimalları iş var. Lük mövcuddur maşında. Kör nöqtə haçarsı daxil olmaq var. Maşının arxa hissəsi heç bir zədə yoxdur, tam zədəsizdir. NCD'niklər, N-Rule, dipstokla, drive mode, elektron pribor, CarPlay dəstəkləyən böyük monitorla. Sidenikin elektron idarə olunması da var. Kablosuz şarj olma var, Sidenikin isidilməsi də mövcuddur. Zavod qaradamlı maşın. Zavod popcorn da mövcuddur. Xətt izləmə var maşında. Buradan da VIN kodu paylaşdım.